əməliyyatı bitdikdən sonra sağalma prosesi başlayır. Bu mərhələdə gündəlik davranışlar nəticənin formalaşmasında həlledici rol oynayır. Həkimlər xəbərdarlıq edir ki, bu dövrdə edilən səhvlər burunun formasına və sağalma müddətinə ciddi təsir göstərə bilər. Bəzən isə əməliyyatdan qorxanlar və ya səbir göstərənməyənlər nəticəni dəyişmək üçün kosmetoloji prosedurlara üst tuturlar. Amma bu həmişə doğru addım olmaya bilər. Əməliyyatdan sonra ilk ay xüsusi diqqət tələb edir. Bu müddətdə fiziki aktivliyin məhdudlaşdırılması tövsiyə olunur. Həkim nəzarəti mütləqdir. Burnu düzgün yumaq, təmizləmək, həkim məsləhətlərinə uyğun dərmanları istifadə etmək. Harasa dəymədisə, yıxılmadısa, yəni bu burnun ərimə təhlükəsi yoxdur. Əsas pasientin üzərinə düşən onu yaxşı yuyub təmizləmək, 10 gündən sonra gəlib silikonu və gipsin çıxarılmasından sonra yenə həmin şeyləri təkrar eləmək. Burun əməliyyatı bitir, amma nəticə hələ formalaşmır. Bu mərhələdə edilən kiçik səhvlər aylarla gözlənilən nəticəni təhlükəyə ata bilər. Əməliyyatdan dərhal sonra müsbət nəticə alınmaya bilər. Erkən mərhələdə nəticədən narazı qalanlar əksər hallarda tələsik qərarlar verirlər. Bu zaman çox vaxt kosmetoloqlara müraciət olunur. Botulina terapiyadan, dolğulardan, 3D liftingdən, yəni saplardan istifadə olunur. Burun nahiyəsi qan damarları ilə zəngin bölgə olduğu üçün dolğuların ora tətbiqi müxtəlif fəsadlara yol aça bilər. Düzgün seçilməyən dolğular, qaralmalar, qismən də olsa korluq və ya tam korluq ilə nəticələnə bilər. Hətta belə kosmetoloji müdaxilələrin də həkim məsləhəti ilə edilməsi məqsədə uyğundur. Əks təqdirdə həlli mümkün olmayan problemlər yarana bilər. Əzizə Mahmudzadə, Emin Tağıyev, Telesəhər.